Bəl yədahu məbsutatandır. Allahın əlləri açıqdır. Maidə 64-də. Mu'təqədu əhlil haqq. Haqq əhlinin etiqadı budur. Ennallahu Teala leysə bi cismin. Allah cisimdir. Və la carihətə ləh. Onun üzvü yoxdur. Və la yushbihu şey'un min xalqih. Xalqindən bir şey oxşamır. Və la yukayyəfu, keyflənmir. Və la yutəhəyyəzu, məkan şey olamır. Və la təhillül hadisələr ona üz vermir. Vəl cumhur, cumhura nisbət verir. İndi maraqlıdır, görərsən yalandan nisbət verir bunu cumhura. Vəl cumhur alə ənə hada istiarətun, istiarədir. Ən cudihi və in'amihi sabiq. Ki, istiarə bəhsi oxunur da, bilirik bəlağətdə. Və əzafə zalikə iləl yədəyn. Bəs niyə dedi? Yədəyn, bəl yədahu məbsutətan. Çünki deyir, ərəblər bu formada deyir. Məsələn deyir, filanun yunfiqu bikilta yədəy. Filan kəs iki əli ilə infaq edir. Yəni, mən iki əlimlə xəlq elədim. İki əlim, Allahın iki əli açıqdır. Bu da tanınmış alimdir və Zəməxşəridən də söz gətirir və Zəməxşərin nəzərini də qəbul edir. Bu barədə Əbu Həyyənən dəlisi ki, bunların üzərindən keçirik.